Həndəsi silsiləyə aid belə bir sual var. B3 ilə B18-in hasilini verib 95 və B10 ilə B11-in hasilini istəyir. Həndəsi silsilədə qayda var. Həndəsi silsilədə belə bir sual var. B3 ilə B18-in hasilini 95 verib B10 ilə B11-in hasilini istəyir. Həndəsi silsilədə belə bir qayda var. Əgər M üstəgəl N bərabərdir K üstəgəl F olarsa, onda BM vurulsun BN bərabərdir BK vurulsun BF olar. Yəni bu hədlərin, indekslərin cəmi bir-birinə bərabərdirsə, onda hədlərin hasili də bir-birinə bərabərdir. İndi baxın, diqqət edin. 3 ilə 18-in cəmi nədir? 3 üstəgəl 18 bərabərdir 21. Bəs 10 ilə 11-in cəmi nədir? 10 plus 11 bərabərdir yenə 21. Deməli, bu hasillər, yəni B3 vurulsun B18 bərabər olacaq B10 vurulsun B11-ə. Bu B3 ilə 18-in hasili 95 olduğuna görə B10 ilə də B11-in hasili eləyəcək 95. Cavab 95.